Lenovo süni intellekt çipli monitorunu təqdim edib. Monitor neyroprosessor unit çipi ilə təchiz edilib. Bunun sayəsində monitor süni intellekt əsaslı texnologiyalara çatan olmayan kompüterlərə də dəstək verə bilir. Həmçinin ekran istifadəçinin hərəkətlərini anlayır, sərbəst dövrədə hündürlüyünü tənzimləyərək əyilə bilir. Lakin bir sual meydana çıxır. Bu funksiyaları təmin etmək üçün həqiqətən süni intellekt lazımdır? Təhlükəsizlik kameralarındakı kiçik elektrik hissəcikləri ilə eyni mexaniki hərəkətləri həyata keçirmək mümkün olduğu halda niyə əlavə çip lazımdır? Hələ bu monitorun həqiqətən köhnə cihazları gücləndirməyə xidmət edib etməyəcəyi də bəlli deyil. Ehtimal ki, bu qədər inkişaf etmiş bir ekrana investisiya yatıran istifadəçi müasir və güclü bir kompütera sahibdir. Buna görə də süni intellekt dəstəyi olmayan bir kompütera güc vermək iddiasının praktikada nə qədər faydalı olacağı barədə şübhələr var. Son illərdə süni intellektin hər sahədə özünə yer tapması trendini müşahidə edirik. Telefonlardan soyuduculara qədər bir çox cihaz aşkar fərq göstərən funksiyalarla seçilməsələr də süni intellekt texnologiyası ilə bazara təqdim edilir. Lenovo'nun bu addımı da axının bir hissəsi kimi görünür.